Salam dəyərli müəllimlər və müəllim olmaq hazırlaşanlar. Hər birinizi xoş gördük. Çox maraqlı dərslərlə yenə görüşünüzə gəldim. Dəyərli müəllimlər, bugünkü videomuzda biz insan anatomiyası və morfologiyası haqqında ümumi anlayışlara toxunacağıq. Ümumiyyətlə qeyd edeyim ki, geyim hazırlanması və qəlib çəkilməsi zamanı insan bədən quruluşunu düzgün anlaması çox vacibdir. Ümumiyyətlə biz dərzilərin işinin əsas məğzi də bundan ibarətdir. Hazırsınızsa gəlin başlayaq mövzumuza. İnsan bədəninin forması bir sıra faktorlardan ibarətdir müəllimlər. Bu təbii ki, yaş, cins və məşğuliyyətindən asılı olaraq dəyişilir. Bədənin əsas forması onurğa sütunu, çiyinlər, boyun və ətrafındakı quruluşu ilə müəyyən olunur. Bu formanın əsasını skelet sistemi təşkil edir ki, onun da dərialtı pi qatı və əzələlərin inkişafı tamamlayır. Və çiyin döş sahəsinin yuxarı hissəsidir. Boyunla çiyin arasındakı əyinti bədən quruluşunu müəyyənləşdirir. Bu əyinti dərəcəsinə görə də 3 tip çiyin forması mövcuddur. Gəlin görək bunlar hansılardır. Deməli bura daxildir. Hündür çiyin, normal çiyin və aşağı çiyin. Hündür çiyin təxminən 4,7 sm, normal çiyin 6,2 sm, aşağı çiyin isə 7,7 sm bərabər olur. Və bir də bədən forması xarakterizə edən əsas amillərdən biri də onurğa sütunudur. Uşaqlarda qamət 6-7 yaşında formalaşır. Onurğa sütunun əsasən 3 qamət tipi mövcuddur. Normal, lardotik və kifotik. Normal taras fiqurlar nəzərdə tutulur. Lardotik qabarıq sinəli fiqurdur. Kifotik isə əyri və qozbel fiqurlar nəzərdə tutulur. Bundan sonra bir də var kişi və qadın bədəninə uyğun tiplər. Beş-Şrekli sxeminə əsasən bədən quruluşu xüsusilə piylənmə səviyyəsinə görə 3 əsas bir əlavə qrupa bölünüb. Birinci qrupda bədənin hər yerində bərabər piylənmə gedir müəllimlər. İkinci qrupda yuxarı və aşağı hissələrdə fərqli piylənmələr gedir. Üçüncü qrupda isə ətrafda və bədəndə ayrı-ayrı piylənmə gedir. Əlavə qrupa isə pi yalnız müxtəlif hissələrdə gedir. Məsələn, döş sahəsində və yaxud da ki, omba sahəsində və yaxud da ki, bir başqa sahəsində. Yəni, yalnız bir hissəsində. Məsələn, elə insanlar var ki, baxırsan ki, bədəni normaldır, amma döş hissəsi həddən artıq çox piylənibdir. Və yaxud da ki, qarın hissəsi həddən artıq çox piylənibdir və s. Ondan sonra bir də var ki, uşaqlarda bədən quruluşu. Ümumiyyətlə, biz bilirik ki, uşaqların bədən quruluşu böyüklərdən fərqlənir. Ən çox dəyişiklik 12-13 yaş arasında müşahidə olunur. Bu dövrdə xüsusilə əllər, ayaqlar tez uzanır. Qızlar boy artımı 16-17 yaşında dayanır demək olar ki. 40 yaşından sonra isə boy artıq geriləməyə doğru gedir. Hətta 5 ildən bir, yəni təxminən 0,7 sm azalmağa başlayır. Ondan sonra bir də var insan fiquru. İnsan fiquru da 3 göstərici ilə qiymətləndirilir: uzunluq, ölçü və köklük dərəcəsinə görə. Döş yarımçevrəsi əsasında qadınlar üçün 44-58, kişilər üçün isə 44-68 arasında ölçü nizamlanmışdır. Yəni artıq dəyişilməz standart olaraq da belə qəbul olunmuşdur. Köklük isə daha çox bel və ombanın fərqinə görə müəyyən edilir və yaşa görə də dəyişilə bilir əsasən. Ondan sonra uşaqlarda və böyüklərdə yaş qrupu da müxtəlif kateqoriyalara bölünür. Məsəl üçün 0 yaşdan 2 yaşına qədər uşaqlar və yaxud da ki 2 yaşından 6-9 yaşına qədər uşaqlar, ondan sonra yəni məktəbə qədər daha doğrusu uşaqlar, ondan sonra kiçik məktəbli yaş dövrü uşaqlar, o əsasən 7-11 yaşı əhatə eləyir. Ondan sonra böyük yaşlı qruplar artıq 11 yaşdan 14 yaşa qədər, yeniyetmələr 15 yaşdan 18 yaşa qədər, böyüklərdə isə gənc, orta, bir də yaşlı hesab olunur. Bu da ki, yəni 18-30 yaşı gəncliyi dövrüdür. 30 yaşdan 45 yaşa qədər orta yaş dövrüdür. 45 yaşdan yuxarı isə artıq insanlar yaşlı sayılırlar. Ondan sonra bir də var, bədən tiplərini deyəndə kişi bədən tiplərini demədim. Kişi bədən tipləri də birinə fərqlənməsinə görə 3 bədən tipinə bölünür. Bura aiddir döş tipi, əzələ tipi, bir də qarın tipi. Deməli, döş tipi olanda yastı sinə, zəif əzələ və aşağı düşmüş qarın nəzərdə tutulur. Əzələ tipi deyəndə burada silindrik döş, orta və güclü əzələ nəzərdə tutulur. Qarın tipi deyəndə isə daha çox konus şəkilli sinə və güclü piylənmə nəzərdə tutulur.
Bu qədər müəllimlər, mövzumuz olduqca çox maraqlıdır. Gördüyünüz kimi insan bədəninin forması və quruluşu geyim dizaynında, gəlib hazırlanmasında mühüm rol oynayır. Bu mövzunu dərindən anlamaq uğurlu dərzilik yolunun ilk addımlarındandır. Ona görə bu mövzuda xüsusi olaraq diqqətli olmağınızı, yəni vacib sayıram sizlər üçün. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərimizdə görüşənə qədər.